Baxaq digər suala. Verilmiş bənd haqqında səhv fikri müəyyənləşdirin. Deməli, gedirdim güzarım düşdü bulağa, ovçu dərəsində maralı gördüm. İndi alt-alta düşməkdilər, yatıb inildiyir, durub boylanır, bir neçə yerindən yaralı gördüm. Bizə səhv fikir lazımdır burada, səhv fikir. Biz bilirik ki, qoşmadan bir bənddir burada. Qoşmanın deyil ilk bəndidir. Qoşmanın qafiyələrinə quruluşunu yadınıza salaq. A, B, C, B şəklində qafiyələndirdir. Deməli, 1 ilə 3 sərbəst, 2 ilə 4 həm qafiyə olurdu. Ona görə də qoşmanın ilk bəndidir. Nədir? Doğrudur. Rədifdən istifadə edilmişdir. Rədif nə idi? Təkrarlanan söz və ifadədən qabaq gələn qafiyələr idi. Gördüm, gördüm, baxın. Gördüm niyə rədifdir? Maralı, yaralı sözləri. Qafiyədən sonra təkrarlanan söz nə idi? Rədif idi. Doğrudur. Bütün misraların misra daxili bölgüsü eynidir. Misra daxili bölgü nə idi? Verdiyimiz fasilələr idi. Gedirdim güzarım, düşdü bulağa, ovçu bərəsində maralı gördüm. Yatıb inildiyir, durub boylanır, bir neçə yerindən yaralı gördüm. Bəli, doğrudur. Uzun və qısa hecalar bir-birini izləyir. Biz az əvvəl nə dedik? Uzun və qısa hecaların izləməsi qoşmada, yəni heca vəzində bizə lazım deyil. Onu əruz vəzində istifadə olunur, ona görə cavabımız deyiləndir. Zəngin qafiyədən də istifadə edilmişdir, bəli, doğrudur. Sonra, bugün bədii təsvir və ifadə vasitələri ilə bağlı bir neçə nümunəyə gəlin nəzər salaq. Bədii təsvir və ifadə vasitələrində ən çox qarışdırılan məqamlardan biri təşbih və metafordur. Yəni, buna diqqət edək. Məsələn, tutaq ki, deyirik ki, məsələn, ayna bulaq. Ayna bulaq ifadəsinə gəlin baxaq. Ayna bulaq. Və yaxud da deyirik ki, bulaq aynadır. Bulaq aynadır. Gəlin bunları fərqinə baxaq. Biz təşbihi çox rahatlıqla fərqləndirə bilirik. Təşbihdə nə olurdu? Bənzəyən, bənzədilən, bənzətmə qoşması, bənzətmə qoşması və bənzətmə əlaməti, bənzətmə əlaməti. Bəzən mükəmməl təşbihdən istifadə olunur, qoşmada digər əlamət verilməyə bilər. Deməli, bənzəyən, bənzədilən, bənzətmə qoşması, bənzətmə əlaməti. Gəlin baxaq. Deyirik ki, ayna bulaq. Metafor nə idi? Metafor köçürmə idi. Məsələn, tutaq ki, cansız aid olan bir şeyin canlıya köçürülməsi. Ayna bulaq deyirik. Və yaxud da deyirik, bulaq aynadır. Ayna bulaqlar. Baxın, birinci növ təyini söz birləşməsidirsə, ayna bulaq və məcazidirsə, burada təhlil zamanı sintaktik fiqur təyin mübtəda, təyin tamamlıq şəklində olursa, nə olacaqdır? Epitet olacaqdır. Bulaq aynadır deyəndə necə olur? Bulaq ayna kimidir. Baxın, bənzəyən nədir? Var, bulaq. Bənzədilən nədir? Ayna. Bənzəyən və bənzədilən varsa, bu nə olacaqdır? Təşbih olacaqdır. Əgər burada bənzəyən və bənzədilənin biri yoxdursa, məsələn, deyirik ki, tutaq ki, göylər, kişnəyir, ağlayır, nə bilim, ağlayır. Göylər ağlayır. Baxın, burada göy var, bənzəyən. Nəyəsə bənzədilirmi? İnsan kimi ağlayır desəydin, bu olardı təşbih. Ağlayır nədir? Bax, verilir göylər, bir də verilir bənzətmə əlaməti. Əgər əlamət verilib, bir də bənzəyən verilibsə, biz bunu götürəcəyik, metafor götürəcəyik. Əgər bənzəyən və bənzədilən ikisi bir arada verilibsə, biz bunu nə götürəcəyik? Təşbih götürəcəyik. Sintaktik təhlil zamanı təyin mübtəda, təyin tamamlıq fiquru alınırsa, nə götürəcəyik? Epitet götürəcəyik. Aydın oldu mu? Deməli, əsasən metaforun təşbihdən fərqi nə oldu? Metaforda bənzətmə əlaməti və bənzəyən və bənzədilənin ikisindən biri verilir.
Təşbehdə isə bənzəyən və bənzədilənin ikisi də verilir. Göylər adlayır. Göylər, məsələn, buludlar kişniyir. Buludlar kişniyir nədir? Metafordur. Desəydik ki, buludlar at kimi kişniyir, burada artıq nə olacaqdır? Bənzəyən və bənzədilərin ikisi də iştirak etdiyinə görə olacaqdır təşbeh. Bu qədər.